vaxtınız xeyir, gününüz uğurlu olsun. Dünən Barcelona Deportivo Alaves'la maçda 3-1 hesabı ilə qalib gəldi. Yamal və Dani Olmo'nun qolları ilə komandamız 3 xal aktivinə yazdırdı. Ümumi götürəndə komandanın oyunu qənaətbəxş saymaq olmaz qəti şəkildə. Hətta Flick də oyundan sonra gördüyünüz hala düşdü. Flick komandanın oyun tərzini, oyun üslubunu bəyənmir və yaxud da Flick'in təlimatları oyunculara bir o qədər yatmır ki, oyuncular da həmin təlimatlara riayət etmirlər deyə düşünürəm. Qarşıda Atletico Madrid ilə maç var və bu maça qədər komanda toparlanmalıdır. Əks halda Atletico Madrid kimi klublar, Deportivo Alaves kimi klubların bağışladığı belə deyək, hücumları, necə deyərlər, hücumlardan əlavə taktikaları bağışlamırlar. Ona görə də maksimal dərəcədə diqqətli olmaq və tez bir müddətdə toparlanmaq lazımdır. Əks halda bunun belə deyək, məyusluğunu çəkəcəyik. Düşünürəm ki, bu 3 xal bizə əlavə motivasiya verə bilərmi? Bilər. Sadəcə bugün də Real Madridin oyunu var. Yenə Girona ilə Real Madrid maçında biz Real Madridin xal itirməsini gözləyirik və mütləq maksimal motivasiya ilə Atletico Madrid ilə maça hazırlaşmalıyıq. Bu maç haqqında sizin fikirləriniz nədirsə, şərh bölməsində qeyd edin. Hər bir şərhinizi oxuyuram. Təşəkkür edirəm.